Salam əziz Cəlilabadlılar. Sizə bugün Cəlilabadın Həsənli kəndində təsərrüfatçının əmlak təqdim edəcəm. Ferma və ev kommunalları qaydasındadır. Sənəti çıxarışda 10 sotun 2 hektar 10 sot ərazidir. 10 sotun çıxarışı var. Ev və ferma olan yeni otlaq sahənin sənəti yoxdur. Qiyməti çox münasibdir. Fermamızı və evimizi izləyicə ətrafı təqdim edək. Kommunalları qaydasındadır. Qazı, işığı, suyu, Wi-Fi, sanitar qoşağı hamam evin içində də var. Həyətdə sanitar qoşağı var. Keçid edək birinci növbədə. Evimizdən yaxından tanışıq. Göstərdiyimiz ehtiyat ambarıdır. Daxil oluruq evə. Girişdə, sol hissədə sanitar qoşağı hamamdır. Evin içində sanitar qoşağı hamam var. Həyətdə də sanitar qoşağı var. Mətbəx sistemimizdir. Bura qonaq otağıdır. Bir otağı təqdim etdik, yataq otağı. Keçid edirik ikinci yataq otağımıza. Evimizi təqdim etdik izləyicilərə. Sanitar qoşağı həyətdə göstərilir. Evin içində həm sanitar qoşağı var, hamam var. 10 sot ərazisinin sənəti var, otlaq sahəsinin yoxdur, otlaq sahəsi yanındadır. Su təni, köhnə gördüyümüz tikili saymırıq bunu. Amma bura buğda ambarı olub. Keçid edək pres ambarımıza. Su tənin buğda ambarını təqdim etdik. Bura yem ambarıdır. 20-nin 7-yədir. Ətraflı izləyəcək təqdim edək. Hal-hazırda da presimiz var içəridə. 140 kvadratdır. Bura isə fermadır. 20-nin 9-adır. 180 kvadratdır. Özü 2 yerə bölünüb səliqə. Bax, təqdim edirik izləyicilər. Gördüyümüz kimi. Görürsünüz, uzaqdan da göstərə bilərik. Fermadan da qəşəng gəlir. Və keçək fermamızın arxa hissəsinə. Bura fermamızın arxa hissəsidir. Gördüyünüz kimi 10 sotun ərazisinin yəni sənəti var. Bu görsənin araba görürsünüz. Əkilən sahədən aşağı dərə təpə və o başa qədər bu evə aiddir, bu torpağa aiddir. 10 sot ərazisinin sənəti var, 2 hektarın sənəti yoxdur, otlaq sahəsinin sənəti yoxdur. Kommunalları qaydasındadır. Qazı, işığı, suyu, Wi-Fi sisteminə kimi var. Yolumuz da yarıya qədər yaxşıdır. Harasa belə deyək 100-150 metr məsafə palçıq yoldur, düzəldə bilərik. Amma qalan yol asfalt və şebilli yoldur. Maşın istifadə etmək olar. Qiyməti əlaqə saxlayasın, məlumat verirəm. Çox münasibdir. Boş-boş adamlar zəng vurmaz. İşləyən adamlar zəng vursun. Evimizdə 3 otaqlıdır. 2 yataq, 1 qonaq, mətbəx, sanitar qoşağı evin içində var. Sanitar qoşağı tək həyətdə də var. 3 dənə tikidir. Biri köhnə tikidir, buğda ambarıdır. Biri pres ambarıdır, yem ambarıdır və fermamız 2 yerə bölünüb. Böyük heyvanlar üçün, balaca heyvanlar üçün. Qiymət münasibdir. Kim istəyərsə, real şəxslər 050 629 67 57. Əlaqə saxlayın, ətraflı məlumat alın. Çox gözəl yerdir.